Salam, əziz tələbələr, hər vaxtınız xeyir. Əziz tələbələr, sizə söz verdiyim kimi, vergi üçün lazım olan rəqəmsal məntiqin izahı ilə davam edəcəyik. Buna başlamazdan əvvəl sizə bir dənə qeyd demək istəyirəm. Mənə gələn çox saylı istəklər arasında sırf rəqəmlərin deyək ki, alt-alta, yəni vergülü rəqəmlərdən söhbət gedir. Bunların alt-alta toplanması, bölünməsi kimi prosedurlarda riyazi çətinlik olduğu üçün tələbələrdə sabah və ya deyək ki, gələn həftə ərzində sırf buna dair də bir video çəkib paylaşacağam. Və bundan əlavə bir də görürəm ki, ümumi olaraq tələbələrimiz sırf faizdə də çətinlik çəkirlər. Faizin hesablanma qaydalarında da. Buna da dair bir ətraflı video izah sizlərlə paylaşacağam. Bu gün üçün rəqəmsal məntiqdə ilk baxaq burada 4 nömrəli testimizə. Sual amortizasiyaya aiddir. Bəs nədir amortizasiya? Baxın, deyir avadanlığın amortizasiyasının, yəni köhnəlməsinin azalan qalıq metodu ilə hesablanması. Onun hər bir istismar ilinin sonunda əvvəlindəki dəyərini eyni faizlə itirməsi nəzərdə tutulur. Bu bilirsiniz nəyə bənzəyir? Deyək ki, bir malın qiyməti indi 10 manatdır. Üstündən bir il keçir, gələni 8 manat olur. Bir il keçir, 6 manat olur. Bu elə bir maşınların necə dəyəri düşür? Buna bənzəyir bizim üçün. Və deyir ki, amortizasiya norması deyək ki, 6%dirsə. İlin əvvəlində onun dəyəri 50 manatdır, ilin sonunda qalığı isə 47 manat olur. Niyə? 50-dən 6%-ni çıxır, geriyə qalır 47 manat. İndi bizə verib ki, məhsulun qiyməti 20.480 manatdır və onun amortizasiya müddəti 5 ildir və azalması 25%-dir. Yəni 20.480-dən deməli 5 dəfə hər dəfə alınan yeni dəyərdən 25%-dən çıxmaq lazımdır. Aşağıda da bu diaqram olaraqdan göstərilibdir. Yəni bənzər bir amortizasiya diaqram olaraq göstərilibdir. İndi gəl məntiqli olaraq fikirləşək. Deyək ki, malın qiyməti 20.480 manatdır. Hər il yeni dəyərdən 25% azaltmalıyam. Əziz tələbələr, bir dəyərdən 25% azaltmaq, yəni malın 75% dəyərinə bərabərdir. Çünki malın dəyəri 100%dir, onu 25% azaldanda 75% qalır geriyə. 75% isə %75 olaraq qəbul eləsəz, o da bərabərdir 0,75 kimi dəyərləndirə bilərsiniz. İndi buna görə 20.480-i əgər mən 0,75-ə vursam, 1 ilin sonundakı amortizasiya dəyərini tapmış oluram. Bu da bərabər olur bizim üçün 15.360-a. Baxın, bu birinci il oldu. Birinci ildə yeni qiymət oldu 15.360. Yenidən 15.360-ı neyini edəcəm? 25% azaldacağım, yəni 75% dəyərini tapacağım. Tək ki 5 il dolana qədər. İndi 15.360 dəyərini yenidən vururam 0,75 dəyərinə. Bu da bərabər olur 11.520 manata. Bu ikinci ilimiz oldu. Keçirəm üçüncü ilin amortizasiyasını hesablamağa. 11.520 dəyərini vururam 0,75 rəqəminə. Bu halda da 8.640 manat oldu. Yenidən dördüncü ili hesablamaq üçün 8640 dəyərini vururam 0,75-ə. Bu da bərabər olur 6480 manata. Axırda qaldı 5-ci ilə hesablamaq axı. 6480-i vuracağım bu səfər də 0,75-ə bərabər olacaq bizim üçün 4860 manata. Bu da bizim üçün cavabdır. Yəni 20.480 manat olan bir malın dəyəri hər il yeni qiyməti 0,75, yəni daha doğrusu 25% azalsa, 5 ilin sonundakı dəyəri 4860 manat olacaq. İndi baxaq 5 nömrəli suala. Deyir, oyuncaq mağazasında malların satış qiymətlərinin müəyyən edilməsi zamanı malın aid olduğu kateqoriyaya əsas götürülür. Malların satış qiymətini təyin etmək üçün onun alış qiymətinin üzərinə 14% ticarət əlavəsi edilir. Bu siz nədir? Deyək ki, malın qiyməti 100 manatdır. 14% əlavə üstünə pul qoyur. 100-ün də 14%, 14 olduğu üçün elə bir 14 manat da qoyur üstünə, 114 manata satır. Yəni sizin işiniz bunu tapmaqdır. Ticarəsi əlavə edilir. Deyir, dairəvi diaqramda ay ərzində kateqoriyalar üzrə satılan malların manat ilə dəyəri, yəni alış qiyməti üzrə. Yəni burada gördüyünüz dəyərlərin hamısı alış qiymətidir.
Satış qiyməti deyir. Göstərilmişdir. Verilənlərə əsasən ay ərzində malların satışından əldə edilən məbləğ ilə onların alışına sərf olunan məbləğ arasındakı fərqi hesablayın. Deyək ki, 100 manata aldınız, 114 manata satdınız və oradakı 14 manat fərqi soruşur. Çox bəsitdir hesablamaq. Baxın, nə istədə bilər? 1000 manat bu, 2000 bu, 1000 bu. Bunların hamısını toplayacağıq. Bu mallardır. Məsələn, bura 4000 manat yumuşaq oyuncaqlardır. Və deyək ki, burada Markov rəngi bizim üçün öyrədici oyuncaqlardır və s. Biz onsuz spesifik olaraq hansınınsa satışını vermir. Ümumi soruşur. Bütün rəqəmləri toplasaq 3000, 4000, 7000, 8500, 4000 də gələndə eləyir 12500 manat. Yəni bu oyuncaqların, malların hamısının almağına 12500 manat pul xərclədi. Bu alış qiymətidir. 14% də üstünə ticarət ələvəsi qoyacaq axı. 12500-ü bölürəm 100-ə, vururam 14-ə. Bu da bərabər olur 1750 manata istələ bilər. Yəni 12500 manata alıb, üzərinə də 1750 manat qoyub satacaq. Zaten bu arada qoyduğu rəqəmi soruşurdu bizdən. O da 1750-yə bərabər olduğu üçün doğru variantımız B-dir. Yenə istədə bilər. Ümumiyyətlə rəqəmsal məntiq bəsitdir. Sadəcə sizə düzgün istiqamət verən olmadığı üçün, sizlərə qıraqdan sual da böyük olduğu üçün çətin gəlir. Mənim YouTube kanalımı təqibdə qalsanız bütün rəqəmsal məntiqi tam rahatlıqla başa düşəcəksiniz.